Uşaqlar, deməli 18-ci suala baxaq. 18-ci sualda qarı nənə gecə nağıl deyəndə, küləş qalxıb qap-bacanı döyəndə. Burada döyəndə və yeyəndə sözlərinə gedir. Altına xətt çəkilmiş sözlər nitq hissəsi baxımından nədir? Deyəndə D sözün köküdür. Əndə yığ bitişdirici samiti ilə bir yerdə, döyəndə də döy sözün köküdür. Əndə fe'li bağlama şəkilçisi. Əlbəttə, fe'li bağlamadır. Növbəti, altına xətt çəkilmiş sözlər nitq hissəsi baxımından nədir? Dolana-dolana, burada mahnı dolana-dolana. Əlbəttə, burada da A şəkilçisi aşağı görsənir. Dola sözün köküdür, N leksik. Dola sözün köküdür, N leksik. N leksik şəkilçisi, N leksik şəkilçisi. Bunlar deməli fe'li bağlamadır. Nəyə görə? Bu A təkrarlanan AA şəkilçilərinə görə fe'li bağlamadır. Amma sual edilsə ki, duman dağı dolana-dolana, duman qalxar dağı dolana-dolana. Burada dolana-dolana fe'lin hansı qrammatik məna növündədir? Biz deyəcəyik bu fe'lin qayıdış növündədir. N şəkilçisinə görə qayıdış növdə olduğunu deyəcəyik. Növbəti. Malı-məli amonim şəkilçisi kimi aşağıdakılardan hansının yaranmasında iştirak edir? Amonim şəkilçisi kimi əlbəttə bir vacib şəklin şəkilçisidir, bir də fe'li sifətin şəkilçisidir. Yəni, malı-məli şəkilçisi iki qrammatik funksiya yerinə yetirib, vacib şəklin şəkilçisi və fe'li sifətin şəkilçisi kimi. Birində təsriflənən formaya aiddir, vacib şəkli. Fe'li sifətdə isə təsriflənməyən formaya aiddir. 21. Asa-əsi amonim şəkilçisi kimi əlbəttə deməli, lazım şəklinin şəkilçisidir, eyni zamanda fe'li sifətin şəkilçisidir. Burada da yenə də lazım şəkli təsriflənən, fe'li sifətdə isə təsriflənməyən formanın şəkilçisi kimi iştirak edir. 22-ci test. Nümunədə işlənmiş məslər hansı cümlə üzvüdür? Oxumaq asandır, anlamaq çətin. Nədir? Asandır. Necədir? Asandır. Necədir? Çətindir. Nə oxumaq, nə anlamaq. Deməli, mübtədadır. Hansı cümlədə fe'li sifət işlənmişdir? Hər ilin mart ayında soyqırım qurbanları anılır. Burada yoxdur əlbəttə. Burada məxsusi an olanı veriblər. Yəni, sözün tərkibində an olsun deyə, amma əlbəttə qurban sözün köküdür, bu ola bilməz. Bayaq şeir söyləyəndə xüsusi istedad var. Doğru cavab uşaqlar B bəndidir. Bayaq şeir söyləyəndə. Bu söylə sözün kökü, yən, bitişdirici ilə bir yerdə ən, fe'li sifət də yerli kal şəkilçisidir. Bunu belə də başa düşə bilərik. Bayaq şeir söyləyən adamda, bayaq şeir söyləyən şagirddə xüsusi istedad var. Və burada söyləyən bir sözlə oldu nə? Fe'li sifət. Doğru cavab B bəndidir. Və fe'li sifət nə olub? Biz deyəcəyik, fe'li sifət burada ism aid olan D şəkilçisi qəbul edib, ismin sualına cavab verir və isimləşmişdir. Fe'lin hansı qrammatik məna növündədir? Əlbəttə ki, söyləyəndə. Yən qrammatik, də qrammatik. Fe'lin hansı qrammatik məna növündədir? Məlum növündədir. Çünki burada heç bir leksik şəkilçi yoxdur. Vaqif məktəbə çatar-çatmaz zəng çalındı. 24-cü. Cümləsində bu söz nədir? Çatar-çatmaz, armaz. Əlbəttə, fe'li bağlamadır. Çatar-çatmaz, gələr-gəlməz, yazar-yazmaz fe'li bağlamalardır. Növbəti baxaq. Təsriflənməyən fe'llərin işlənmə ardıcıllığını müəyyən edin. Əcnəbi turistlər Şəkidə görməli yerləri, nə cür yerləri, hansı yerləri? Görməli yerləri. Bu oldu fe'li sifət. Bu oldu fe'li sifət. Fe'li bağlama, deməli, bu fe'li birinci fe'li sifətdir. Baxdıqca dağlara, dərələrə mən, baxdıqca dıqca fe'li bağlamadır. Nə gözəl yaraşır insana gülmək, bu da məsdərdir. Fe'li sifət, fe'li bağlama, məsdər. Elə 1, 2, 3. İşlənmə ardıcıllığına görə.
Bir də deyək, burada görməli sözü fe'li sifətdir və hansı qrammatik məna növdədir? Məlum növdədir. Yəni fe'l quruluşsa sadədir. Baxdıqca quruluşsa sadədir, dıqca fe'li bağlama, qrammatik. Hansı qrammatik məna növdədir? Bu da məlum növdədir. Gülmək də yenə məlum növdədir. 26-cı. Təsriflənməyən fe'llərin işlənmə ardıcıllığını müəyyən edin. Sən olan dünyaya, sən olan, deməli, olan sözü fe'li sifətdir. Bəzi insan eybi danışdıqca üzə çıxır, dıqca fe'li bağlamadır, danış sözün kökü. Sən bütün dünyaya dəyərsən, inan. Sən bütün dünyaya dəyərsən, inan. Dünya yaşamağa dəyər, nə yaxşı. Yaşamağa sözü də maq, burada məstər şəkilçisidir. Və hər üç fe'l yenə də məlum növdədir. 27-ci. Ardıcıllığı müəyyən edin. Fe'li sifət, fe'li bağlama məstər. Zalımlar olan qəsrə, zalımlar olan qəsrə olan fe'li sifətdir. Deməli, bu fe'li sifət qaranqu axşam olanda, anda fe'li bağlama, yaşamaq, maq, məstər. Ardıcıllığı müəyyən edin. Məstər, fe'li sifət, fe'li bağlama. Hər mərəz çarəsini eyləmək asan, eyləmək, mək, məstər, verməyincə, qadir tanrı, verməyincə, yincə, burada fe'li bağlamadır, mə burada inkarlıq şəkilçisidir. Hanı məni gül qoynunda doğuran, an fe'li sifətdir. Yəni, deməli, məstər, fe'li bağlama, fe'li sifət. Növbətiyə baxaq. Hava get-gedə saflaşırdı cümləsində fe'lin morfoloji xüsusiyyəti səhvi müəyyən edin. Hava get-gedə saflaşırdı. Saflaşırdı sözü. Saf sözün kökü laş leksik, ır-dı. 2 dənə qrammatik şəkilçisi var. Ir və d. Qarşılıq bir gəliş növdədir. Əlbəttə yanlışdır. Yəni doğru cavab A-dır və səhv fikri soruşur. A bəndi ilə səhvdir. Bu söz məlum növdədir. Məlum növdədir qarşılıq. Amma təsdiqlədir, sifətdən düzəlib, bəli, saf sifətdir. O, indiki zamandı, idi, səzi, saflaşır, idi deməkdir. 30-cu suala baxaq. Hansı nümunədə ib fe'li bağlama şəkilçisi deyil? Zəng vurulub, dərs başlayıb. Bax, elə baxan kimi görünür. Zəng vurulub, dərs başlayıb. Bunu belə də deyək, zəng vuruldu, dərs başladı. Yəni, keçmiş zaman şəkilçisidir. Uşaq susub ətrafa baxdı, oxuyub, başa düşdü. Burada ub, deməli, fe'li bağlama şəkilçiləridir. Qorxub ağladım, hirslənib qışqırdı. Bu ikisi səbəb məzmunu yaradır. Bu ikisi isə, deməli, bu ikisi, hər ikisində ub şəkilçisi, tərz mənası var. Fe'li bağlama hərəkətin tərzini bildirir. Aşağıda isə qorxub ağladım, hirslənib qışqırdı. Burada isə hərəkətin səbəbi var. Yəni, qışqırmağının səbəbi, ağlamağının səbəbi. 31-ci. Hansı nümunədə ıb fe'li bağlama şəkilçisidir? Uşaq ayılıb ağlamağa başladı. Bəli, uşaq ayılıb ağlamağa başladı. Doğru cavab B-dir. Dediklərimizi gətirib, sonra paylaya. Dediklərimizi gətirib, o dediklərimizi gətirib, vergül, vergül işarəsi var, sonra paylayar. O dediklərimizi gətirdi, bunu gətirdi də kimi düşünə bilərik, sonra paylayar. Doğru cavab deməli, B bəndidir. Burada isə ümumiyyətlə nəqli keçmiş zaman şəkilçisidir. Atılıb düşürdü, uşaq sevincindən atılıb düşürdü. Burada uşaqlar bir məqam var, atılıb düşürdü da ıb düzdür, fe'li bağlama şəkilçisidir. Amma ümumiyyətlə bu söz atılıb sözü deyil, atılıb düşürdü sözüdür. Məsələn, sual edilsə ki, atılıb düşürdü sözü fe'lin hansı zamanındadır? Biz ür şəkilçisinə bura baxıb deyəcəyik, ürə baxıb deyəcəyik, indiki zamandadır. Atılıb düşürdü, hissəciyi qəbul edib, bəli. Bu düyə baxıb deyəcəyik ki, iri hissəciyi qəbul edib. Yəni, burada fe'li bağlama var burada. Sadəcə sözün yaranmasında iştirak edən fe'li bağlama şəkilçisidir. Şəhərdən təzəcə gəlib, buradakı ib də yenə D bəndində keçmiş zamandır, çoxlarına elm öyrədib, burada da ib yenə keçmiş zaman şəkilçisidir. Fe'li sifət şəkilçilərinə ibarət cərgə, mış, malı, an və asayəsi bunlar fe'li sifət şəkilçiləridir. Fe'li sifət işlənmiş cərgəni müəyyən edin.
Qızıl söz yoxdur. Əkilməli ağaclar var, məli. Aldıqları cavab, dıqları, görünən ulduz, ən. Bunlar fe'li sifətlərdir. Sonra 34-cü. Yəni fe'li sifəti hardan baxıb dedik? Fe'li sifət onun şəkilçisini gördük orada. Məstər işləmiş cümləni müəyyən edin. Uşaq yazmaq elə budur. Uşaq yazmağı yenicə öyrənirdi. E bəndi. Yazmaq sözü I. Bəs I nə şəkilçisidir? I təsirlik hal şəkilçisidir. Təsirlik hal. Nəyi öyrənirdi? Yazmağı. Yemək dostundan uzaq ol. Yemək. Yemək sözü burada isimdir. Demək, bu modal sözdür. Əmək insanı uzaldır. Nə əmək? Əmək də isimdir. Kömək etdiysə bir yerdə mürəkkəb feildir. Kömək etdi bir yerdə mürəkkəb feildir. Ümumiyyətlə, kömək sözü elə özü bütövlükdə bir kökdür. Kömək, özü bir sözdür. 35-ci. Atam təhsil almağı çox yüksək qiymətləndirir. Məsdər ismin hansı halındadır? 35. Nəyi çox yüksək qiymətləndirir? Təhsil almağı. Burada almağı sözü maq, bir də I şəkilçisi, I burada məsdər deməli, təsirlik hal şəkilçisidir, D bəndi. Fe'lin təsnif formalarına aid nümunələr verilmiş. Bənd 36-da təsniflənməyən forma məsdər fe'li sifət, fe'li bağlama. Maq, anda, an, bu da maq şəkilçisi. Amma digərlərində baxırıq ki, bax, sən bax, təsriflənir, bildi, o bildi, təsriflənir, yazıram, mən yazıram, təsriflənir, yazdır, sən yazdır, təsriflənir. Doğru cavab deməli C bəndi. Yatmışları kimsə deyilən fe'li sifət hansı cümlə üzvüdür? 37-də kimsə yatmışları kimsə oyatma. Nə etsin? Oyatmasın. Kimsə, yatmışları kimsə oyatmasın. Kimsə oyatmasın. Burada vurğu ənin üzərindədir. Yəni, heç kim mənasında. Kimi yatmışları. Yatmışları olur tamamlıq. Kimi sualına cavab verən cümlə üzvü tamamlıq. Və yatmışları sözü isimləşib. İsimləşibçilər və İsmail olan yenə də I təsirli halı qəbul edib. Hansı cümlədə birləşmənin tərkibində fe'li bağlama hərəkətin icra tərzini bildirmir? Bu bildirmirin altından bir xət çəkək. 38. Fe'li bağlama hərəkətin icra tərzini bildirmir. Telli isə ona fikir vermədən pək maraqlı bir hekayə oxuyur. Vermədən. Burada verməyərək mənasıdır və hərəkətin tərzini bildirir. Gücsüz bizim mən də tək, vətənə güvənib olduq vətəndaş. Güvənib hərəkətin tərzini bildirir. Bu torpaqda dərindən kök salaraq, necə salaraq araq şəkilçisi, fe'li bağlama şəkilçisidir və tərz bildirir. Hər tərəfə uzatmışam qolumu. Baxın, hər tərəfə ağacın dilinə deyilir də sanki. Yəni, hər tərəfə ağac qolunu hansı tərzdə uzadıb torpağına, dərinə kök salaraq. Torpağa dərin kök salar tərzdə uzadıb. Ona görə araq tərz bildirir. Gücsüzük, heç sən də, mən də tək, vətənə güvənib olduq vətəndaş. Necə oldu? Vətəndaş olduq. Vətəndaş hansı tərzdə, hansı şəkildə vətəndaş olduq? Vətənə güvənib, yəni vətənə güvənərək. Burada da tərz var. Ona görə bu bəndlər ola bilməz. Telli isə ona fikir vermədən hekayə oxuyur. Hekayəni hansı şəkildə, hansı tərzdə oxuyur? Ona fikir verməyərək oxuyur. Ona görə bu da ola bilməz. Bizə deyir, tərz bildirməsin. Hər üçündə tərz var. İndi baxaq o birinə. D bəndi. Üzün şəfəqlənir, mən ah çəkincə, çünki od qızarır, rüzgarəsincə. Burada incə şəkilçisi zaman məzmunu bildirir. Yəni, doğru cavab D-dir ki, tərz məzmunu yoxdur. Əsirdi durmadan birbaş yerlər, döyürdü bağrını dağ, daşa, sellər. Durmadan necə əsirdir? Yerlər nə cür əsirdir? Durmadan əsirdir. Burada yenə tərz məzmunu var. E də ola bilməzdir. 39-cu. Fe'li bağlamaya aid fikirlərdən biri səhvdir. Bəzən cümlə mübtədası xeyr, fe'li bağlama heç bir vaxt mübtəda və tamamlıq ola bilməz. Fe'li bağlama ümumiyyətlə həmişə olur zərf. Cümlə üzvü kimi zərflik, zərflik olacaq. Fe'li bağlama həmişə cümlənin zərfliyi olur. Əlbəttə, cümlə üzvü kimi işlənirsə, yəni nəyinsə tərkibində getmirsə, o cümlə üzvü kimi zərflik olaraq işlənir. Yəni, hər hansı bir söz birləşməsinin tərkibində olmadan əgər cümlə üzvünün tərəfi kimi çıxış edirsə, əsas tərəfi kimi, o zaman o zərflik olacaq.
40-cı indiki zaman mənalı fe'li sifətlər hansı sırada işlənmişdir? İndiki zaman mənalı fe'li sifətlər. Güləyən oğlan bu sifətdir. Əzbərlənmiş şeirlər keçmiş zaman. Açılan an, gizlədilən ən. Doğru cavab C-dir. An, ən indiki zaman məzmunlu fe'li sifət düzəldir. D və E ola bilməz. Dəriləcək, gələcək zamana aiddir. Əkilmiş, keçmiş zaman məzmunlu, gələcək zaman məzmunlu fe'li sifətlərdir. Doğru cavab C-dir. 41-ciyə baxaq. Hansı cümlədə ıb fe'li bağlama şəkilçisi deyil? Rövşən məktubu çıxarıb Zaura uzatdı. Çıxararaq Zaura uzatdı. Bu fe'li bağlamada A getdi. Bu əşyalar çox köhnəlib, ib keçmiş zaman şəkilçisidir. Burada doğru cavab budur. O işlərini qurtarıb, yavaş-yavaş qapıya tərəf ki, o işlərini qurtararaq, yəni burada zaman məzmunu var. Bu da deyil. Gülnar lövhəni təmizləyib. Bu da fe'li bağlamadır. Həkim xəstəni müayinə edib, edərək bu da fe'li bağlamadır. Bunlar ola bilməz. Doğru cavab B bəndidir. Hansı cümlədə ıb fe'li bağlama şəkilçisi deyil? O evə bizdən biraz əvvəl gəlib və yatıb. Yəni o evə, bax burada elə gəlib sözü baxırıq ki, nə edib? Gəlib. Yəni o gəldi. Nə edib? Yatıb. Kim? O. Əgər fe'li ümumiyyətlə cümlədə bu gəlib, yatıb sözləri cümlənin baxırıq ki, xəbəridir. Fe'li bağlama təklikdə xəbər ola bilməz. Ümumiyyətlə fe'li bağlama xəbər olmur. Əgər bu gəlib, yatıb sözləri cümlə üzvünə kimi də həmçinin xəbərdirsə, əlbəttə fe'li bağlama deyil. Yuxarıdakı cümlə var idi, eynən onu kimi. Ib fe'li bağlama şəkilçisi deyil, vurulub. Nə idi? Vurulub, nə? Zəng. Vurulub sözü cümlənin xəbəridir və yaxud da başlayıb. Nə başlayıb? Dərs. Başlayıb, vurulub sözləri cümlənin xəbəridir. Əlbəttə, xəbər heç bir zaman fe'li bağlama deyil. Fe'li bağlama ilə ifadə oluna bilməz. Sonra 43-cü sual. Hansı cümlədə fe'li sifətlə ifadə olunmuş xəbər var? Hansı cümlədə xəbər var və o fe'li sifət burada və xəbərə, buna diqqət edəcəyik. Fe'li sifət xəbər. O yaman deyingəndir. Necədir deyingəndir? Bu sifətdir. Bu heç. Sürüşkəndir, sifətdir. Ağlağandır, ağlağan uşaq sifətdir. Uşaq mütləq meyvə yeməlidir. Nə etməlidir? Yeməlidir. Burada məli şəkilçisi var, amma buradakı məli şəkilçisi fe'lin vacib şəklinin şəkilçisidir. Bundan ehtiyatlı ol, yazandır. Artıq burada yazandır, yəni onun əlamətini göstərir həmən adamın. An burada fe'li sifət şəkilçisidir. Və fe'li sifət xəbərdir. Fe'li sifət xəbər, fe'li sifətlə ifadə olunur. Başqa dillə desək, başqa cür desək, fe'li sifət cümlədə xəbər vəzifəsində iştirak edir. 44-cü. Verilmiş xüsusiyyətlərə uyğun cavabı müəyyən edin. Tərkib əmələ gətirir, yalnız bir cümlə üzvü olur, hərəkəti müxtəlif cəhətdən, hərəkəti müxtəlif cəhətdən izah edir, yalnız bir cümlə üzvü olur. Söhbət fe'li bağlamadan gedir, yalnız cümlədə nə ola bilər? Zərflik ola bilər. Özü də hərəkəti müxtəlif cəhətdən izah edir. Biz bilirik, hərəkəti müxtəlif cəhətdən izah edən nitq hissəsi zərfdir. Eyni zamanda fe'li bağlama da hərəkəti müxtəlif cəhətdən izah edir. Çünki həm də zərfin xüsusiyyətini daşıyır. 45-ci. Hansı nəyə aiddir? Tərkib əmələ gətirir, indiki, keçmiş, gələcək zaman məzmunu varsa, əlbəttə fe'li sifətə aiddir. Cümlənin tərkibində fərqləndirilmiş sözlərin hamısına aid fikirdir. Susmağı öyrət. Susmağı öyrət, danışmağı və öyrənir sözləri. Susmağı öyrət, danışmağı öyrənir sözləri. Hərəkət bildirir. Baxaq, məstərdir. Bəli, bu da hərəkət var əlbəttə. Öyrət nə? Danışmağı məstərdir. Hərəkət var. Öyrənir nədir? Öyrənir. Bəli, bir düzdür. Bir düzdürsə, E ilə C-ni silək. Müxtəlif şəxslərə aiddir. Bu müxtəlif şəxslər susmağı öyrət.
övlad nəyi öyrət? Susmağı. Yer gəlmişəm, buradakı I təsirli şal şəkilçisidir. Təsirli şal şəkilçiləridir. Bu məstər də şəxsə görə dəyişməyən nitq hissəsidir, təsriflənmir. Ona görə ikinci ola bilməz. İkinci ola bilməz. Qalır A bəndi. Doğru cavab. Üçə baxa, qrammatik mənası var. Əlbəttə, yəni ümumiyyətlə dilimizdə bütün sözlərin qrammatik mənası var. Eyni zamanda feilin qrammatik mənası baxımından da desək, bunlar feilin məlum növündədir. Bunlar feilin məlum növündədir. Susmağı öyrət, danışmağı sözü və öyrənir sözü. Feilin məlum növündədir. 6-cı, quruluşca sadədir. Bəli, bütün sözlər quruluşca sadədir. Burada leksik şəkilçi yoxdur. Danışmaq, susmaq, susmaq, öyrənir, öyrənir, indiki zaman şəkilçisi. Doğru cavab A bəndidir.